Salam dəyərli izləyicilər, artıq iş dəftəri 4-cü bölməsindəki tapşırıqlarla dərslərimizə davam edirik. Rabitə bölməsindəyik və bölməmiz teleqrafın ixtirası mətninə aiddir tapşırıqlarımız. Gəlin başlayaq. A tapşırığında izahları sözlərlə uyğunlaşdırın. İzahlar birinci sütunda, sözlərimiz isə ikinci sütunda qeyd olunub. Gəlin sözlərlə tanış olaq. Birinci, su axını, elektrik enerjisi. Birincilik, rəhbərlik, üstünlük, hakimiyyət. Üçüncü, çayın, gölün əhatə etdiyi sahə. 4. Müxtəlif elementlərin müəyyən qayda ilə düzülüşü. 5-ci, elektrik cərəyanını, səsi və s. nəql edən cisim. Sözlərimiz hövzə, kombinasiya, cərəyan, naqil, hegemonluqdur. Gəlin baxaq. Deməli, qarşıdakı sözlərlə hansı söz deməli uyğunlaşdıra bilərik? Hansı sözləri izahlarla? Su axını, elektrik enerjisi uyğun gəlir C variantına. C. İkincidə birincilik, rəhbərlik, üstünlük, hakimiyyət, hegemonluq D variantına uyğundur. Daha sonra çayın, gölün əhatə etdiyi ərazi hövzə sözünə uyğun gəlir. Hövzə sözümüz A variantında verilmişdir. Dördüncü sözümüz isə müxtəlif elementlərin müəyyən qayda ilə düzülüşü B variantına uyğun gəlir. Çünki B-də verilən söz kombinasiyadır. Kombinasiya sözünün də izahını dərslikdə oxumuşuq, öyrənmişik. 5-ci, elektrik cərəyanını, səsi və s. nəql edən cisim, nəql etmək bu arada deyim çatdırmaqdır. Bu isə uyğun gəlir Ç variantına. Belə. Keçək B tapşırığına. Mətndə hansı suallara cavab var? Uşaqlar, siz burada deməli qarşıdakı dairələrdə daha doğrusu işarə edə bilərsiniz. Gəlin suallarla tanış olaq. Mətnimizi xatırlayırsınızsa, mətnimizdə baxırıq, sualları daha tez tapacaqsınız. Teleqraf sisteminin yaradılması üçün hansı ideyalar və cəhdlər var idi? Bu suala cavab tapa bilirik. Ona görə bunu işarə eləyirik. Elektrik teleqrafının iş prinsipi necə idi? Bəli, bu suala da cavab tapa bilirik. Sonra Avropa ilə ABŞ arasında teleqraf xəttinin çəkilməsində hansı şirkətlər iştirak ediblər? Belə bir məlumat mətnimizdə yoxdur. Keçdik 4-cü suala. Nə üçün elektrik teleqrafı optik teleqrafı üstələyə bilmirdi? Bəli, bu suala da cavab tapa bilərik mətnimizdə. Sonra teleqrafın ixtirası dünyada kommunikasiya və informasiya mübadiləsinə necə təsir etdi? Bəli, bu suala da cavab tapa bilərik. Belə, keçirik növbəti C tapşırığına. C tapşırığında bizə nə verilib? Dərslikdəki sxemi şərh edərək qısa informativ mətn yaz. Mətndə yadınızdasa tapşırığımız vardı və indi informativ mətni qeyd edirik. Deməli, qısa informativ mətni bu şəkildə mən qeyd etdim. Sizin də öz əlavələriniz olarsa yazıb təqdim edə bilərsiniz. Ötürücü stansiyada elektrik mənbəyi və açar yerləşir. Açar basıldıqda elektrik cərəyanı yaranır və elektrik xətti ilə qəbul edici stansiyaya ötürülür. Qəbul edici stansiyada cərəyan elektromaqnitdən keçir. Elektromaqnit işlədikdə qələm hərəkət edir və kağız lent üzərində işarələr qoyur. Kağız çarxların köməyi ilə işləyir və beləliklə elektrik siqnalları yazı şəklində kağız üzərində görünür. 44-cü səhifəmizdən yekunlaşdıq. Keçək 45-ci səhifənin izahına. Belə, 45-ci səhifədəyik. Artıq Zəfərin adı teleqraf telləri dinləmə mətnini dinləmişdik. Yadınıza salın, Atatürk çox vacib bir xəbəri Amasyaya çatdırmalı idi. Gəlin baxaq, yenə A tapşırığında uyğun cavab variantını seçin. Deməli, A mətnin məzmununa aiddir. Məzmununa uyğundur, mətnin məzmununa ziddir, yəni ona qarşıdır, əksinədir. Mətndə öz əksini tapmayıb, amma ola bilər. Bu variantları sualların qarşısında ABC kimi qeyd edirik. Mustafa Kemal Amasyaya məktub göndərmək istəyirdi. Bəli, bu mətnimizin daha doğrusu məzmununa uyğundur. Sonra insan bədəni elektriki keçirdir. Bunu bu mətnimizdə verməyib, nə də məzmuna zidd deyil. Ona görə burada biz C variantını götürəcəyik. Poçt məmuru məlumatı göndərə bilmədi.
Xeyr, o məlumatı göndərdi. Burada ziddir cavabımız. İkinci B variantına uyğun. Üzr istəyirəm, burada yox. Bir dəqiqə. Hə, üçüncü sualımız da B variantına uyğun gəlir. Mustafa Kemal bütün məlumatları həmişə teleqrafla göndərirdi. Biz bunu güman edə bilərik. Çünki mətndə belə bir şey yox idi. Və o dövrki əsas məlumat ötürücüsü, məlumat mənbəyi, daha doğrusu ötürmə vasitəsi teleqraf olduğuna görə bu variantımız mətndə öz əksini tapmayıb, amma ola bilər. 5-ci, müharibədə əsas rabitə vasitəsi teleqraf idi. Bəli, bunun haqqında məlumatımız var mətndə. Müharibə zamanı yazışmalar şifrələnirdi. Doğrudur. Bu da şifrələrlə mətnimizdə verilmişdi. Poçt məmurunun dilindən. Sonra dinləmə mətninə əsasən cümlələri tamamlayın. Poçt məmuru teleqraf aparatını işə salmaq istəmirdi. Çünki nə idi səbəb? Uşaqlar, bir xatırlayın. Səbəb havanın yağışlı olması, tez-tez ildırımın çaxması idi. Deməli, poçt məmuru teleqraf aparatını işə salmaq istəmirdi. Çünki hava yağışlı idi, tez-tez ildırım çaxırdı. Mustafa Kemal Paşa Amasyaya şifrəli məktub göndərdi. Çünki məlumat düşmənin əlinə keçə bilərdi. Poçt məmuru Mustafa Kemal Paşaya heyran olmuşdu. Çünki vətəni xilas etmək üçün canından keçməyə hazır idi. İndi C tapşırığına baxaq. Mətni yazmaqda müəllifin məqsədi ilə bağlı fikirlərdən birini seç və mətnə istinad etməklə seçimini əsaslandır. Teleqrafın əhəmiyyəti haqqında məlumat vermək, Mustafa Kemal Paşanın cəsur və fədakar şəxsiyyət olduğunu göstərmək, teleqrafın hava şəraiti ilə bağlılığı barədə məlumat vermək. Burada düzdür, müəyyən qədər cavablar uyğun gəlir, bizə isə tam dəqiq məlumat lazım idi. Burada mətnin adından göründüyü kimi zəfərin adı teleqraf telləridir. Və ona görə də biz burada doğru variant kimi A variantını götürürük və ona uyğun belə bir şey mətn daha doğrusu yaza bilərik ki, teleqrafla lazım məlumatlar verilməsəydi, bəlkə də zəfər qazanıla bilməzdi. Burada müəllifin məqsədi məhz xəbərin, daha doğrusu teleqrafın əhəmiyyəti haqqında məlumat vermək idi. Bəli, yenidən tapşırıqlara davam edirik. Səhifə 46-da. Üçüncü dərsdəyik. Morze yoxsa Veyl əlifbası dərslikdə 88-89-cu səhifələri əhatə edir dərsimiz. Gəlin tanış olaq, deməli A tapşırığı ilə. Morze əlifbasında rəqəmlərin işlənməsi ilə bağlı qanuna uyğunluğu göstərən fikirləri işarələ. Baxırıq, 1-dən 5-ə kimi Morze rəqəmlərini tiri 0 ədədini bildirir. Bu doğrudur. Bəli, bu cavabımızı doğru hesab edirik, götürürük. Sonra rəqəmlər bir-birindən, necə işarə eləyək? Rəqəmlər rəqəm bildirən bütün işarələrdə nöqtə 1 ədədini bildirir. Sonra 1-dən 10-a qədər bütün işarələrdə eyni qanuna uyğunluq gözlənilir. Xeyr, bu yanlışdır. 6-dan 10-a qədər bütün işarələrdə tiri 1 ədədini bildirir. Rəqəm bildirən bütün işarələrdə nöqtə və tirilər eyni ədədi ifadə edir. Deməli, burada bizə uyğun gələn variantımız 1-dən 5-ə kimi Morze rəqəmləri 0 ədədini bildirir. Bu doğrudur. Rəqəm bildirən bütün işarələrdə 1 ədədini bildirir. Deməli, rəqəm bildirən və sonuncu bəndi götürə bilərik. Sonra B variantında Morze əlifbası ilə yazılmış sözü müəyyən edin. Yadınızdadırsa dərsliyimizdə Morze əlifbası vardı. 88-ci səhifədə Morze əlifbası vardır və burada deməli bir dəqiqə indi həmin cədvəli göstərirəm sizə. Gördüyünüz kimi burada Morze əlifbası verilmişdir və iş dəftərindəki çalışmaya, yəni kitabımızı və iş dəftərini qarşı-qarşıya qoyub həmin sözləri yaza bilərik. Belə dostlar. Buradakı sözümüz olur dostluq. Belə. Morze əlifbası yazılmış sözü müəyyən etdikdə dostluqdur. Sözləri Morze əlifbası ilə yaz. Bu tapşırığı yenə də sizə mən də tapşırıram. Bu tapşırığı elə kitabdakı Morze əlifbasına baxaraq yerinə yetirib qeyd edə bilərsiniz.
Sonra C tapşırığında Morse yoxsa Veil əlifbası mətnində hansı məlumatlar yoxdur? Baxırıq, olmayan məlumat axtarırıq. Morsenin ilk teleqraf aparatını təkmilləşdirməyə ehtiyacı var idi. Bəli, belə bir məlumat vardı. Alfred Veil Morse əlifbasını xeyli sadələşdirdi. Bəli, doğrudur. Ehtiyac var idi, o da sadələşdirdi. Morse Alfreddən 18 yaş böyük idi. Belə bir məlumatla qarşılaşmadıq mətnimizdə. Ona görə üçüncü variantı, daha doğrusu cümləmizi qeyd edirik. Morse əlifbası Veil Morse əlifbası adına adlana bilərdi. Bu haqda bəli ola bilərdi. Çünki zaten biz orada bir məlumat aldıq ki, Morsenin bir şərti olmuşdu ki, bütün ixtiralar onun adı ilə patentləşdirilsin. Ona görə də bu məlumat doğrudur. 5-ci də Veil və Morsenin əməkdaşlığı sonralar davam etdi. Bu haqda bizə bir məlumat, dəqiq bir söz deyilməyibdir mətnimizdə. D tapşırığına baxırıq. Morse yoxsa Veil əlifbası hansı mətn tipinə aiddir? Fikrinizi əsaslandırın. Baxırıq, məlumat verici, izah edici, argumentativ. Burada bəli, müəyyən qədər məlumat, hər bir belə deyək də, bu mətnlərin adlarına baxırıq. Hər bir informativ mətndir. Bizim sualımıza daha uyğun gələn isə izah edici mətndir və bunun haqqında argumentlər, yəni izah edici mətndir. Və bu izah edici mətnlər haqqında da qısa bir qeyd yazıram və siz də öz qeydlərinizi qeyd edə bilərsiniz. Belə dəyərli izləyicilər, yazı formasında təqdim edirəm. İzah edici mətnlər oxucuya bir anlayışı, prosesi, hadisəni və ya mövzunu aydınlaşdırmaq, izah etmək üçün yazılan mətnlərdir. Onların əsas məqsədi məlumat vermək və mövzunu oxucu üçün anlaşıqlı təqdim etməkdir. Obyektivlik və dəqiqlik ön plandadır. Məlumatlar məntiqi ardıcıllıqla təqdim olunur bizim mətnimizdəki kimi. Keçək növbəti səhifəmizə. Artıq səhifə 47-dəyik və burada bizim mövzumuz təsvirlənməyən feillər məsdərdir. Dərslikdə isə 91-ci səhifədə yerləşir. Deməli, cümlələrdə təsriflənməyən feilləri tap və crosswordun uyğun xanasına yaz. Gəlin ilk öncə təsriflənməyən feillərimizi tapaq. Soldan sağa, hələ ki təsriflənməyən feilləri tapaq. Göndərdiyim məktub nə vaxt ünvana çatacaq? Burada göndərdiyim hansı məktub? Fikir versiniz, sualını verdik. Oldu təsriflənməyən feilimiz. Oxumaq üçün yeni kitablar almalıyam. Nə üçün? Gördünüz, oxumaq üçün. Həyətdə oynamaq istəyirsən, həyətdə oynamaq feili, burada da məsdərdir və təsriflənməyən feilimizdir. Mən səni gözləyəndə yağış yağırdı. Nə zaman yağış yağırdı? Mən səni gözləyəndə. Nə zaman sualına cavab verdi? Budaqlarda yetişmiş meyvələr vardı. Deməli, necə meyvələr vardı? Hansı meyvələr idi? Yetişmiş meyvələr. Burada yetişmiş sözü təsriflənməyən feildir. O dənizə baxdıqca xəyala dalırdı. Necə xəyala dalırdı? Necə sualına cavab verir və tərz hərəkət zərfinin sualını verdiyinə görə baxdıqca feili bizdə deməli təsriflənməyən feildir. Yazdığımız bu, deməli tapdığımız feilləri deməli soldan sağa, yəni 4-cü, 4, 5, 6 və növbəti səhifələrdə yerinə yazırıq. Daha doğrusu crosswordun uyğun xanalarına qeyd edirik. Deməli, hərflərimizi qeyd etdim. Deməli, tapdığımız sözləri, təsriflənməmiş feillərimizi cədvəldə yerinə yazdım. Siz də videonu saxlayıb, yəni öz yazdığınız cavabla yoxlaya bilərsiniz. Keçək B tapşırığımıza. B tapşırığına keçirik. B tapşırığında görək bizə şərtini oxuyaq. Mötərizədəki məsdərləri uyğun qrammatik formada işlətməklə cümlələri tamamla. Biz məktəbin ətrafını, deməli, yaşıllaşdırmaq feilidir. Yaşıllaşdırmağı qərara aldıq. Sonra qarda xoşuma gəzmək xoşuma gəlir. Gəzməkdən xoşum gəlir, daha doğrusu xoşum gəlir sözüdür. Deməli ifadəsidir. Konsertdə getməyə həvəsim yoxdur. Belə sonuncu tapşırığımızı da bir daha oxuyuram. Biz məktəbin ətrafını yaşıllaşdırmağı qərar aldıq. Qarda gəzməkdən xoşum gəlir. Konsertə getməyə həvəsim yoxdur.